Bir il bundan əvvəl Azərbaycan xalqı cəbhədən çoxdan gözlədiyi xəbərləri eşitdi. 1994-cü ildən başlanan və arabir pozulan sükut yerini şiddətli döyüşlərə verdi. Elə ilk gündən şad xəbərlər bizi sevindirdi. Cəbhə boyu bütün əməliyyatlar Azərbaycan əsgərlərinin uğurları ilə yadda qaldı. Bugün Azərbaycan müstəqilliyi tarixinə şanlı səhifə kimi yazılan 4 günlük müharibədən danışacağıq. Deyəcəyim bütün məlumatlardan xəbəriniz var. Ancaq düşünürəm ki, bu tarixi bir daha xatırlamaq, bildiklərimizi yeniləmək vacibdir. Ona görə də ən vacib məqamları, eləcə də vətəni uğrunda canını qurban verən şəhidlərimizi bir daha xatırlayaq. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən ikisi öldü. 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı. Hücumun qarşısının alınması məqsədi ilə Azərbaycan silahlı qüvvələrinin komandanlığı tərəfindən Ağdərə, Tərtər, Ağdam və Xocavənd Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 ədəd tank, 15-ədək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi. O cümlədən 100-dən çox hərbi qulluqçusu öldü və yaralandı. Azərbaycan silahlı qüvvələrinin isə 12 hərbi qulluqçusu şəhid oldu. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən, strateji əhəmiyyətli Lələtəpə adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətini keçdi. 2 aprel 2016-cı ildə Azərbaycan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-səmlə əməliyyatını və cavab tədbirlərini saat 15-dən başlayaraq bir tərəfli qaydada dayandırmaq barədə qərar qəbul etdi. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin geri qaytarılmasına cəhd göstərdi. Nəticədə ona yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verdi. Aprelin 3-dən başlayaraq Azərbaycan silahlı qüvvələri cəbhə xəttində bir tərəfli qaydada düşmənə qarşı əks-səmlə əməliyyatını və cavab tədbirlərini dayandırdığını elan etsə də, qarşı tərəfin buna məhəl qoymaması döyüşlərin davam etməsinə gətirib çıxardı. Nəticədə erməni tərəfi yenə çoxsaylı itkilər verdi və Azərbaycan silahlı qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin olaraq qaldı. Cəbhə xəttinin Xocavənd, Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərin geri alınması üçün Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam etdi. Bu istiqamətdə düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdıldı. Aprelin 4-də axşam saatlarında Ermənistanın 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edildi. Ümumilikdə, aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarında keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qaldı. 20-yədək hərbi texnikası tam sıradan çıxarıldı. Aprelin 5-də saat 12-dən etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edildi. Aprelin 5-də saat 12:10-dan başlayaraq aprelin 6-sı saat 12:56-yədək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində silahlı qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisyan və Cermuk rayonlarındakı ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaratanlardan atəşə məruz qaldı. Azərbaycan əlahiddə ümumqoşun ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susduruldu. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis istehkam qurğusunu dağıtdı. Aprelin 29-da Ermənistanda 3 yüksək rütbəli hərbi və müdafiə rəsmiləri 4 günlük müharibədə uğursuzluğa görə işdən qovuldular. Hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələrinin 88 hərbi qulluqçusu şəhid oldu. 1 Mi-24 helikopteri vuruldu və bir tank mina partlayışı zamanı sıradan çıxdı. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-ədək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi. 320 döyüşçü öldürüldü və 500-dən artıq döyüşçü yaralandı. Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan azərbaycanlıları bir daha xatırlayaq. Onların ruhunu şad etmək bizim əlimizdədir. Bunun üçün bir olub Qarabağı azad etmək, bu yolda əlimizdən gələni əsirgəməmək tələb olunur.